Boyuna ətir vurmaq təhlükəlidirmi? Ətir və ya tualet suyu bir çox insanın gündəlik istifadə etdiyi məhsullardandır. Lakin son vaxtlar boyun nahiyəsinə ətir vurmağın qalxana bənzər vəzə və hormonlara zərər verə biləcəyi ilə bağlı fikirlər yayılıb. Endokrinoloqlar bildirir ki, hazırda ətirin birbaşa boyuna vurulmasının qalxana bənzər vəzin fəaliyyətinə zərər verdiyini təsdiqləyən elmi sübut yoxdur. Qalxana bənzər vəz boyun toxumalarının daha dərin qatında yerləşir və ətirdəki maddələrin təsiri əsasən dərinin səthi ilə məhdudlaşır deyə mütəxəssislər açıqlama verib. Xüsusilə saxta ətirlərin təhlükəli olduğu bildirilib. Onların tərkibində fenollar, aldehidlər, həmçinin qurğuşun və kadmium kimi ağır metallar olur. Bu maddələr uzun müddət istifadə edildikdə orqanizmdə allergik reaksiyalara, dermatit və ekzema kimi dəri xəstəliklərinə, bəzi hallarda isə xərçəngə səbəb olur. Bu maddələr bəzən endokrin sistemi pozan birləşmələr kimi qiymətləndirilir. Həkimlər ətirin daha təhlükəsiz istifadə olunması üçün onu bilək, dirsəyin iç tərəfi və qulaq arxası kimi nahiyələrə vurmağı məsləhət görüb. Bu yerlər həm qoxunun daha yaxşı açılmasına kömək edir, həm də dəridə qıcıqlanma riskini azaldır.